Salam hörmətli YouTube izləyicilərim. Xoş gördük, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilərim, hal-hazırda sizə göstərəcəyim ev şəxsi tikili, Ramanın gülçülük. Görürsünüz, həqiqətən çox gözəl, şəxsi özünə tikili evdir. Və qiyməti isə əziz izləyicilər, yəni düşünün ki, görürsünüz, Putla qapısı, qazı suyu işığı daimidir. Həyətinə bir neçə maşın çox rahat şəkildə daxil ola bilir. Baxın. Qiyməti isə 85.000 manatla satışa çıxarıldı. Ramanı gülçülük evin önünə qədər demək olar ki, asfaltdır. Və yerləşdiyi ərazidə demək olar ki, hər biri bağ evləridir. Qazı suyu işığı daimidir, təhlükəsiz kameraları var. Və qeyd edək ki, şəxsi tikilidir. Yəni o da deməkdir ki, həqiqətən evi tikən şəxs çox keyfiyyətli şəkildə tikibdir. Belə göstərdim sizlərə, evimizin yan hissələrində keçid üçün yerimiz var. Və 1 ilə 2-nin arası isə paneldir. Bu daxil olarkən görürsünüz kombini və qladovkanı, yəni həm kombi otağıdır, həm də ki, müəyyən əşyaları yığmaq üçün yer hazırlayıblar. Evimiz 5 otaqdan ibarətdir və buranı da qeyd etsək, əziz izləyicilər. Bu hissəni otaq kimi qeyd etmirəm, yəni buranı da düşünsək 6 otaqlıdır. Tam təmirli, şəxsi özünə tikili və gördüyünüz bu yer, mətbəx və yuxarıda da ayaqyolu var. Hər biri istipoldan ibarətdir və evin hal-hazırda heç nəyə ehtiyacı yoxdur. Sadəcə ev sahibi bu halla xoşladığı üçün emosiya ilə əlavə olaraq belə deyim, aboy elətdirməyib. Və yanlış özüm də bildim. Düşünün ki, kafeldir. Mən birinci ilk olaraq elə bildim ki, poldur. Bu bir yataq otağımız. Bu isə aşağıda yerləşən 2 yataq otağımız. Bir daha qeyd ediləm, əzizləyəcək. Evimiz yerləşir Ramanı gülçülük. Demək olar ki, tam yol qırağıdır. Yəni asfaltla məsafəsi 50 metr təxminən. 5 otaqlı, şəxsi tikili və bu hissələr isə paneldir tamamilə. Baxın. Qiyməti 85.000 manatla satışa çıxarıldı ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirimi olunacaq. Balkona qədər, yəni eyvana qədər hər biri var. Həqiqətən çox gözəl və keyfiyyətli tikili bir evdir. Evin istiliyi kombidir, tam təmirlidir. Bu isə balkon hissəsi. Bir daha qeyd edir ki, evimizin nəzarəti kamera təhlükəsizliyi ilə qorunur. Bu isə 2-ci mərtəbədə yerləşən sanitar qovşaq. Allah alana da satana da xeyir eləsin. Zəhmət olmasa izləyəcək. Kanalımıza abunə olmağı unutmayın. Digər videolarımızdan da tanış ola bilərsiniz. Kimin satdığı evi varsa qeyd olunan nömrə ilə əlaqə saxlasın ki, gəlib sizin evinizi çəkib satışında köməklik göstərə bilək. Sağ olun, sağlıqla qalın. Növbəti çəkililərdə görüşənə qədər.